Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə nebiyyina seyyidina Muhammedin və alə alihi və sahbihi ecmain. Əmmə ba'd. Bir qadın Ramazanda heyzini, yəni aybaşını kəsən həblərdən, yəni dərmanlardan istifadə edir, onun orucu səhihdirmi? Əgər qadın Ramazan günündə heyz kəsən həblərdən, dərmanlardan istifadə edərsə və heyzi kəsilərsə, ona oruç tutmaq vacib olur. Çünki orucun səhihliyinə və vacibliyinə mane olan şey heyzdir. O da artıq yoxdur. Buna görə də həmin qadına oruç tutmaq vacibdir və tutduğu oruc da səhihdir. Lakin heyzi kəsmək üçün bu dərmanlardan və həblərdən istifadə etməməsi daha yaxşıdır. Çünki heyz təbii, fitri və yaradılışdan olan bir şeydir ki, Uca Allah qadınları bunun üzərində yaratmışdır. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm həcc zamanı heyz olan Ayşə anamıza, Allah ona razı olsun, belə buyurmuşdur. Həzə şeyun kətəbəhullahu alə bənəti Ədəmə. Bu, Allahın Adəm qızlarına yazdığı bir şeydir. O, fitri və təbii bir qandır. Təbiətə və fitrətə qarşı çıxmaq isə doğru deyil. Çünki bu, mənfi nəticələrə yol aça bilər. Buna görə də ən fəzilətlisi olanı budur ki, bu dərmanlardan, həblərdən istifadəni tərk etsin. Əgər heyz olarsa, Uca Allah ondan orucu əda olaraq həmin vaxt tutmağı qaldırmışdır. Həmçinin onun qəzası qadının üzərinə də borcdur. Bununla yanaşı unutmamaq lazımdır ki, bu həblərin istifadəsi o vaxt icazədir ki, bir zərər də yetirməsin. Əgər bu həblərin, dərmanların istifadəsi zərərə yol açarsa, o zaman onlardan istifadə etmək haramdır. Velhamdülillahi Rabbil alemin.